Mən imtahandan kəsildim, mənim bütün həyatım bitdi. Bəli, bir müddət o psixoloji vəziyyətdən çıxmağınız çətin ola bilər. Bunun üçün də nə edəcəksiniz? Eşidəcəksiniz. Burada əsas məsələ nədir? Oldu, mən nəyi elədim? Niyə alınmadı? Hər bir şeyi elədim, bəlkə sırf həmin an alınmamalıydı deyə alınmadım. Bunu bacarıqsızlıq kimi qəbul edə bilərsiniz. Eləyin. Bacarmadım, uğursuz oldum. Oldu və bitdi. İndi nə edirik? Yas müddəti. Onu tutmaq lazımsa onu tuturuq. Psixoloji şiddətə məruz qalırsınızsa, əsasən də valideynləriniz tərəfindən, yaxınlarınız tərəfindən şiddətlə mübarizə aparmaq deyil, həmin dəqiqə özünüzə çevrilməyi seçin. İlk vaxtlar çox çətin olacaq, amma mümkünsüz deyil. Gedin dil öyrənməyə başlayın, gedin idman eləyin, özünüzü kəşf etməyə başlayın, çoxlu dua eləyin, xoş nələrsə xəyal eləyin. Bunlar həqiqətən boş sözlər deyil. Çünki yaxşı fikir dilə, yaxşı dildən çıxan söz, yaxşı söz isə insanın həyatına, birinci hərəkətinə, sonra o hərəkət də həyatına təsir göstərir. Öz həyatınızda inkişaf eləməyiniz hamıya ən gözəl cavab olacaq və özünüzdən qəti şəkildə şübhə eləmirsiniz.